Yenə belə bir qəbul sualından davam edək. Deməli, sualımız düzgün dördbucaqlı piramidaya aiddir. Düzgün dördbucaqlı piramidamızın tərəfini 7 verib. Düzgün dördbucaqlı odur ki, yəni düzgün dördbucaqlı, deməli oturacağı olacaq kvadrat. Düzgün dördbucaqlı piramidanın oturacağının tərəfi deyir 7-dir. Piramidanın oturacağına paralel və onu kəsən müstəvi. Piramidanın oturacağına paralel və onu kəsən bir müstəvi çəkilib. Həmin bu müstəvi piramidanın təpəsindən başlayaraq onun hündürlüyünü 2-5 nisbətində bölür. Piramidanın hündürlüyü bu olsun. 2-5 nisbətində bölürsə həmin bu kəsik bura qədər 2x olsun. Onda hündürlüyü 2-5 nisbətində bölürsə, onda aşağı hündürlüyün hissəsi olacaq 5x. Onda ümumi piramidanın hündürlüyü də 7x şəklində götürə bilərik. Bizdən alınan kəsiyin sahəsini istəyir. Alınan kəsik bəs haradır? Alınan kəsik, baxın, budur. İndi, oxşar fiqurlar almışam göründüyü kimi. Oxşar fiqurların sahələrə nisbəti uyğun tərəflərin nisbətinin kvadratıdır. İndi, bizdə aşağı kvadrat olduğuna görə kvadratın sahəsini çox rahatlıqla tapa bilirik. Kvadratın aşağı oturacağın sahəsini S1 deyək. S1 bərabərdir 7-nin kvadratı olacaq 49. Mənə kəsik oturacağın, yəni S2-nin sahəsi lazımdır. S1 bölünsün S2 bərabərdir. Əlimdə nə var? Hündürlükləri var. Hündürlük, bunun hündürlüyü olsun. Deməli, böyük hündürlük olsun H1 bölünsün. Balaca hündürlüyümüz də olsun, o kiçik piramidanın hündürlüyü də olsun H2. H1 böl H2'nin kvadratı. S1'imiz bizim 49'dur. 49 böl S2 bərabərdir. H1'imiz 7 qızdır. H2'miz 2 qızdır. Kvadratı. X'lar gedir. Deməli, alırıq ki, 49 bölünsün S2 bərabərdir. Kvadrata yüksəltsək 49, 2'nin kvadratı da 4. 49'lar gedir. Hər tərəfi də çarpaz şəkildə vursaq S2 alınacaq 4. Yəni, alınan kəsiyin sahəsi olar nə qədər? 4.